220 nömrəli məktəb, bura gələcək arzuların, biliklə yoğrulan sabahların başlanğıcıdır. Səssizcə düşünən beyinlər, qələm vuran əllər, burada riyaziyyat əsl sənətə çevrilir. Alovun parıltısında, mayələrin rəngində həyatın kimyəvi sirləri çözülür. İnsan orqanizmin sirləri öyrənmək üçün əllər maket üzərində gəzər, gözlər heyranlıqla izlər. Ekran qarşısında doğulan ideyalar kodlara çevrilir, hər toxunuş bir dünya yaradır. Qiymətləndirmənin obyektivliyi texnologiyanın dəqiqliyi ilə təmin edilir. Bir barmaq xəritə üzərində sürüşərkən dünya dolanır, bilik sərhədləri genişlənir. Yeni sözlər öyrənilir, cümlələr qurulur, hər kəlmə ilə dünya biraz da yaxınlaşır. Sözlər canlanır, fikirlər toqquşur, burada ədəbiyyat yalnız oxunmur, yaşanır. Körpə baxışlarla kəşf edilən dünya, ilk suallar, ilk cavablar buradadır. Rəqəmlə oynayan balaca əllər, böyük düşüncələrin başlanğıcıdır. Oxunan hər bir kitab, hər bir cümlə ilə şagirdin daxili dünyası daha da genişlənir. Elm təcrübəyə çevrilir. Enerji, qüvvə və hərəkət burada hiss olunur. Qürurla atılan addımlar, ritmik səslənən marş, ruhun vətənlə birliyi hiss olunur. Ayaqlar yarışır, ürəklər döyünür, sağlam bədən güclü iradə formalaşdırır. Fırça kətana toxunduqca səssiz düşüncələr rəngə çevrilir. Melodiyanın axarında səslər birləşir, musiqi ruhun qidasına çevrilir. Texnologiyanın imkanları ilə yaradıcı güc birləşir, burada ideyalar maddəyə çevrilir. Keçmişlə bugün arasında körpü salınır. Zamanın səsi sinif otağında əks səda verir.
Bura sadəcə bir məktəb deyil. Bura düşüncələrin cücərdiyi, arzuların qanatlandığı bir məkandır. Burada hər lövhədə gələcəyin izi var. Hər dəhlizdə addımlayan sabahın liderləri. Elm, sənət, texnologiya və mənəviyyat birləşir. 220 nömrəli məktəb liseydə gələcək formalaşır. Bizi tanıyın, bizimlə öyrənin, bizimlə böyüyün. Çünki burada hər gün bir başlanğıcdır.